avqustun 15-dən başlayaraq Bakı metropoliteni yeni layihənin yaşıl və qırmızı xətlərinin ayrılmasına start verir. Bu məqsədlə Dərnəcül stansiyasından gələn qatarlar Nizami stansiyasında dayanır və sərnişinləri düşürərək geri qayıdır. Eyni zamanda Əzaslanov stansiyasından Dərnəcül istiqamətinə hərəkət edən qatarlar da 28 may stansiyasında dayanır, sərnişinləri düşürərək geri qayıdır. Bu proses 11 ay davam etdiriləcək. Yəni 11 aydan sonra Bakı metropoliteninin yaşıl və qırmızı xətləri əvvəlki kimi eyni deyil, ayrıca fəaliyyət göstərəcək. Nizami və 28 may metro stansiyaları arasındakı tunelin bağlanması ilə əlaqədar 6 ekspres avtobus fəaliyyətə başlayıb və həmin avtobuslar metro stansiyalarının girişindən dayanıb sərnişinləri qəbul edirlər. Nizami və 28 may stansiyaları arasında gediş-gəlişin dayandırılması ilə bağlı sərnişinlərin təlimatlandırılması üçün Bakı metropoliteni kifayət qədər tədbirlər görüb. Bu məqsədlə hər iki metronun girişində könüllülər və metropoliten işçiləri dayanıb. Onlar sərnişinləri avtobuslara və lazım istiqamətlərə yönəldirlər. Qırmızı xətt üzrə İçəri şəhər Həzaslanov istiqamətində, yəni qatarların hərəkətində hər hansısa bir dəyişiklik yoxdur. 28 may stansiyası əvvəllər olduğu kimi fəaliyyətini davam etdirir. Qatarların hərəkəti xətlərimiz üzrə ayrı-ayrılıqda olmaqla 3 dəqiqə 30 saniyə edə bilirsiniz. Müvafiq texniki yeniliklərin tətbiqi ilə bu həddə çatdırılmışdı, amma bundan aşağısını tətbiq etmək mümkün olmurdu. Bugün metro sistemində artıq xətlər ayrılığından İçəri şəhər stansiyasında müvafiq gücləndirmə tədbirləri görülməklə qırmızı xətt üzrə qatarların hərəkətinin 1 dəqiqə daha az, yəni 2 dəqiqə 30 saniyə ilə təşkil edilməsi mümkün olub artıq. 11 ay ərzində, yəni tunellərin inşası başa çatdırılmalıdır və bu müddət ərzində sərnişinlərimizin Bakı metropolitenindən daha rahat istifadə etməsi üçün bütün mümkün əlavə tədbirlər görüləcək. Dərnəgül Nizami istiqamətində hərəkət edən qatarlarımızın intervalı 3 dəqiqə 30 saniyə olsa belə, onun da azaldılması istiqamətində hal-hazırda müvafiq araşdırma və təhlillər aparılır.